Deməli, dəyərli müəllimlər, indi Spralvari kurikulum haqqında danışmaq istəyirəm. Brunner deyir ki, hazırlıq anlayışına münasibəti ilə sıx bağlı olaraq Spralvari kurikulum konsepsiyasını irəli sürür. Yəni, hazırlıq anlayışı bayaqlarım danışdıq o nədir? Spralvari kurikulumu irəli sürür. Bu, onun öyrənmə prosesinə dair baxışının məntiqi və təbii davamı hesab olunur. Nə deməkdir? Brunnerin fikrincə, hər bir mövzu uşağın mövcud hazırlıq, bax, hər bir mövzu uşağın mövcud hazırlıq vəziyyətinə uyğun şəkildə ki, biz bunu bilirik, təqdim olunarsa, həmin mövzuya müxtəlif yaş və inkişaf mərhələlərinə dəfələrlə, lakin daha dərin və mürəkkəb səviyyədə qayıtmaq mümkündür. Bu nə deməkdir? Yəni deyir ki, şagirdin, belə deyək də, yaşına, inkişafına uyğun tapşırıqlar hazırlayanda həmin dərin və mürəkkəb səviyyəyə qayıtmaq mümkündür. Məhz bu prinsip Spralvari, yəni getdikcə bax, genişlənən və dərinləşən kurikulum modelinin əsasını təşkil edir. Brunner fərqli bir baxış bucağı təqdim edir və hesab edir ki, uşaq, bax, bura diqqət yetir, yaşından asılı olmayaraq mürəkkəb məlumatları anlamağa qadirdir. Bax, nə demişdim giriş hissədə? Brunner nə demişdi? Demişdi ki, yaşından asılı olmadan hər bir uşaq mürəkkəb məlumatları öyrədə bilərsən. Amma necə öyrədə bilərsən? Necə öyrədə bilərsən? Verilən tapşırıqlar şagirdlərin yaşına və intellektinə uyğun olmalıdır. Və bu tapşırıqlarla sən uşağın müəyyən yaşına gəlib çatmasını gözləməyə də bilərsən. Biz bu fərziyyədən deməli başlayırıq ki, istənilən fən, istənilən mərhələsində istənilən uşağa intellektual baxımından düzgün formada öyrədilə bilər. Yəni istənilən fən, məsəl üçün tutaq ki, aşağı siniflərdə, məsəl üçün, biologiya fənni haqqında şagirdlərə məlumat vermirik də. Gözləyirik ki, bu uşaq 6-cı, 7-ci sinifə çatsın ki, bunlara biologiya dərsi keçilsin, təbiət dərsi keçilsin. Amma Brunner deyir ki, gözləmə. Brunner deyir ki, istənilən yaşda sən uşaqlara məlumat öyrədə bilərsən. Bəli, baxır sənin ona tapşırığı necə formada verəcəyindən. Brunner bunu deyir. Məsələ bu anlayış Spralvari kurikulumdur. Brunner bunun necə mümkün olduğunu, bax, Spralvari kurikulum anlayışı ilə izah edir. Bu yanaşmada məlumatlar elə şəkildə qurulur ki, mürəkkəb ideyalar əvvəlcə bax, sadələşdirilmiş formada öyrədilir. Sonra daha mürəkkəb səviyyələrdə təkrar nəzərdən keçirilir. Bu nə deməkdir? Yəni deyir ki, sən uşağın müəyyən yaşa gəlməyini gözləmə. Birinci uşağa, həmin o çətin, məsəl üçün, sən 5-ci sinif, 4-cü sinif uşağına, aşağı sinif uşağına durub biologiyada qan dövranı necə baş verir, bunu danışa bilmərsən, düzdürmü? Başa düşməyəcək də. Amma bu deyir ki, eləyə bilərsən nətər? Yəni, sadə versiyasını öyrət, uşaq o yaşa gələndə, onu təkrarlayıb mürəkkəb səviyyəsini öyrənsin. Yəni, aşağı siniflərdə məlumatlı olsun. O yaşa gələndə də mürəkkəb məlumatları sadəcə təkrarlasın. Biz buna nə deyirik? Spralvari kurikulum. Bu yanaşmanın əsas prinsipi budur ki, şagird müəyyən anlayışları təhsil dövrü ərzində dəfələrlə nəzərdən keçirməlidir. Hər dəfə mövzunun daha dərindən mənimsəyir və daha mürəkkəb kognitiv strategiyalardan istifadə edir. Beləliklə anlayışının səviyyəsini artırır. Buna görə də fənlər getdikcə çətinləşən səviyyələrdə, yəni spral bənzətməsi və spral sözü buradan inteqrasiya olunur. Bənzətməsi formasında ən yaxşı halda bu üsul şagirdlərin problemləri müstəqil şəkildə həll etməsinə gətirib çıxarır. Gəlin bu sözün mənasını sizə izah edeyim. Deyir ki, sən bilirik ki, fən, mövzular get-gedə dərinləşir. Sinif zaten biz bunu bilirik ki, çətinləşir də. Alt standartdan da bunu bilirik ki, siniflər get-gedə mürəkkəbləşir, düzdürmü? Deyir ki, aşağı yaşlardan dərin bilikləri öyrətməlisən ki, uşaq böyüyəndə sadəcə o getdikcə çətinləşən səviyyəli tapşırıqları görəndə baxıb qalmasın. Bax, həqiqətən də belədir. Bax, yuxarı siniflərdə uşaqlara çətin şeylər verirlər. Bax, həqiqətən bizim təhsil sistemimiz biraz çox qarmaqarışıqdır. Nətər? Brunnerin fikri çox haqlıdır. Mən bütün alimlərin fikrinə hörmətlə yanaşıram. Amma həqiqətən də Brunner düz deyir. Niyə? Çünki uşağa aşağı siniflərdən öyrədirlər. Yuxarı siniflərdə də çətin şeyləri birdən verirlər.
Uşaq nə olur? Nə baş verir? Durub belə baxır. Bilmir. Sonra da uşağı döyürük, öldürürük ki, sən niyə dərs oxumursan? Sən niyə dərs? Çünki başı qaynatmır. Həqiqətən də başı bilmir, başa düşmür. Amma Bruner deyir ki, bunun olmaması üçün aşağı siniflərdən çətin mövzuları öyrətməlisən ki, yuxarı siniflərə çatanda da uşaq onu dərk eləyə bilsin. Bəli. Durub boş-boş baxmasın. Spravvari kurikuluma görə əvvəlcə uşaqlar hərəki nümayiş rejimində daha yaxşı öyrənirlər. Yəni bayaq göstərdiyim kimi üsullarından. Yəni fiziki fəaliyyətlə, praktiki tapşırıqlarla. Məsələn, toplama anlayışı əvvəlcə nə edirik? Birinci üsulumuz hansı idi? Bax, hərəki ikonik simvol. Deyir ki, məsələn, toplama anlayışı əvvəlcə uşaqda muncuqlardan ibarət topları birləşdirib nəticəni saymaqla izah edirsən, hərəkətlə. Başa salmışdım bunu. Sonraki mərhələdə ikonik. İkonik nə idi? Göstərərək. Şəkil vasitəsilə, yəni konkret əşyaları uşaq təsəvvürlərində canlandıraraq. Məsələn, toplama əməliyyatını öyrənmiş uşaq artıq fiziki obyektləri hərəkət etdirməyə ehtiyac duymadan muncuqları təsəvvüründə canlandıraraq sayır. Bu nə deməkdir? Yəni sən dedimi, aşağı sinifdə artıq hərəkətlərlə, çubuqla öyrədirsənsə, artıq uşaq 1-ci, 2-ci sinifə gələndə toplama anlayışını çətinlik çəkməyəcək. Artıq onu saymadan, söpsüz artıq onu təsəvvüründə canlandıracaq və saymağa başlayacaq. Nəhayət şagird simvolik nümayiş mərhələsinə çatır. Yəni hərəkətlərlə bayaq dediyim kimi öyrənir, sonra ikonik vəziyyəti şəkillə göstərir. Bax, hərəkət, oyuncaqlarla da göstərir. Vizual, artıq simvol nə idi? Uşaq artıq özü o mərhələyə çatır. Yəni vizual təsəvvürə, yəni şəkilə, saymağa ehtiyac qalmır. Artıq özü tam formada beynində hesablamağı bacarır. Nəticədə yüksək səviyyəyə çatır. Ədədləri özü hesablayır. Gəldik tədqiqat əsaslı öyrənmə nəzəriyyəsinə. Tədqiqat əsaslı öyrənmə nəzəriyyəsi nə deməkdir? Konstruktivist psixoloq Bruner tədqiqat kəşf yolu ilə öyrənməyi, yəni bu anlayış bizə ümumiyyətlə yad bir anlayış deyil. Yəni Bruner deyir ki, uşaq özü kəşfi yolu ilə öyrənməlidir. O vurğulamışdır ki, mövzular şagirdlərə hazır formada təqdim edilməməlidir. Əksinə biz bunu demişdik. Giriş hissədə sizdən konstruktivizm yanaşmanın nə olduğunu demişdim. Onlar özləri qurmalıdır, özü əlaqələri yaradıb kəşf eləməlidir. Brunerin bu yanaşması öyrənmə prosesini passiv bilik qəbulundan uzaqlaşdırır, aktiv araşdırma və təcrübəyə əsaslanan bir fəaliyyətə çevirir. Bəli, Bruner qeyd edirdi ki, öyrənənlər bilikləri sadəcə qəbul etmirlər. Uşaq özü təcrübə qazanmalıdır. Bax, buna biz konstruktivizm yanaşma deyirik. Keçən illərim testdə düşmüşdü. Bəli, mix sual olmuşdu. Refleksiv yanaşma, konstruktivizm yanaşma, metakognitiv bacarıq. Bunları uyğunlaşdırılmış formada vermişdilər. Üzr istəyirəm, keçən il yox, 2024-cü ilin mix sualı olub. Konstruktivizm yanaşma nədir? Açıqlamasında veriblər. Sadə sual idi. Bu söz Time kitabında belə bir anlayış olmadığına görə müəllimlər onu çoxsun səhv yazmışdı. Metakognitivi tapmışdılar, amma bu refleksivlə konstruktivizm yanaşmanı ayrıdır. Eləyə bilməmişdilər. Həqiqətən deyirəm ha sizə, olan bir şeydə araşdıra bilərsiniz. Konstruktivizmə aid bir sual düşmüşdü 2024-cü ildə. Konstruktivizm yanaşma uşaq özü müstəqil araşdırmalıdır ki, bu sözlər bizə yad deyil. Onun fikrincə, insan beyni məlumatı kodlaşdırma sistemləri vasitəsilə təşkil edir, kodlaşdırma. Bu sistemlər biliklərin qruplaşdırılmasına, əlaqələndirilməsinə, yəni bu nə deməkdir? Uşaq öyrəndiklərini əlaqələndirərək öyrənməlidir. Elə yadında saxlamağa şərait yaradılmalıdır. Beləliklə öyrənmə yalnız faktoru əzbərləmək deyil, məlumatlar arasında məntiqi və məna əlaqə qurmağı bacarığıdır. Necə indi sual verəsiniz müəllim, bu uşaq nə zaman əlaqə qurur? Özü araşdıranda, özü yeni məlumatlar öyrənəndə, bəli. Deyir ki, Brunerə görə bu kodlaşdırma sistemlərini inkişaf etdirməyin ən səmərəli yolu sadəcə müəllimin izahı deyil. Yəni, sən sadəcə izah verməklə uşaq nəyisə əlaqələndirə bilməz. Öyrənənin özünün araşdırma, özünün kəşf eləməsi,
aktiv iştirak etməsidir. Yəni şagird bilikləri müəllimdən deyil. Bax, müəllim izah eləyir, fasilitator rolunda çıxış eləməlidir. Amma uşaq özü təcrübə qazanmalıdır, özü sual verməlidir, özü əlaqələndirib sual verməlidir. Burada bu niyə belə oldu? Məsəl üçün müşahidə aparmalıdır, nəticə çıxarma yolu ilə qazanmalıdır. Bu yanaşma öyrəni həm daha mənalı, həm də daha uzun müddətli edir. Çünki öyrənən əldə etdiyi biliklərlə şəxsi əlaqə qurur və onları öz anlayış sisteminə inteqrasiya edir. Brunerin yanaşması, bax, bu sözə diqqət yetir. Həm Piaget'in idrakinin inkişaf nəzəriyyəsi, həm də mən giriş hissədə Vygotsky'dən danışmışdım. Vygotsky'nin sosial konstruktivizm ideyaları ilə paralellik təşkil edir. Bax, demişdim də, bu nəyə görə Vygotsky'nin nəzəriyyəsini təsdiqləyir Bruner? Çünki deyir ki, Vygotsky deyirdi ki, bir də təkrarlayıram, məlumatınız olsun ki, bilirik ki, Vygotsky deyir ki, uşaq sosiallaşanda dil bacarıqları inkişaf edir. Bruner deyir ki, hə, Vygotsky düz deyir, amma təhcə dili inkişaf elətdirmir. Uşağın öyrənməsinə, dünya görüşünə də şərait yaradır sosiallaşmaq. Piaget kimi, bax, bir yerdə Piaget ilə haqlıdır. Piaget'i dəstəkləyir, amma bir yerdə dəstəkləmir. O da hardaydı? Bayaq izah eləmişdim əvvəlki videomda. Deyirdim ki, Brunerə görə Piaget deyir ki, uşaq müəyyən bir yaş həddinə gəlməlidir ki, sonra ona çətin şeylər öyrədəsən. Amma Piaget onu dəstəkləmir. Piaget deyir ki, yox. Üzr istəyirəm, Bruner deyir ki, yox, sən səhvsən. Piaget'in fikrinə razı deyiləm. Uşağı ilə aşağı yaşlardan çətin şeylər öyrətməlisən. Yaş-maş gözləmək lazım deyil. Amma bir yerdə də Piaget'lə razılaşır. Niyə? Çünki Piaget deyir ki, yadınıza gəlirsə, mənim hətta ödənişsiz Piaget haqqında videom var. Və orada demişəm ki, istəyirsiniz açıb baxa da bilərsiniz. Orada bildirmişəm ki, Piaget vurğulayır ki, uşağa müstəqillik verməlisən. Bəli, Piaget yaşı da təsdiqləyir. Müstəqilliyi də təsdiqləyir ki, uşağa müstəqillik verməlisən ki, özü araşdırmalıdır. Bəli, yəni sən Vygotsky'də amma elə deyil. Yaxından scaffolding göstərməlisən, amma Piaget deyir ki, yox, göstər. Əlini çəkmə, amma qoy özü eləsin. Qoy özü yıxılsın, öz ayağa qalxsın. Hətta Piaget deyir ki, uşaq iməkləyə, yıxıla öz ayağa qalxmalıdır. Bəli. Bruner də bunu təsdiqləyir. Bir yerdə Piaget'də bunu təsdiqləyir ki, bəli, öyrənmə prosesində aktiv rolu vacib vurğulayır. Yəni uşaqlar öyrənməni müşahidə eləmək, eksperimentlə də araşdırmaq, düşünmə yolu ilə özləri qurmalıdır. Bununla yanaşı Bruner Vygotsky kimi öyrənmənin sosiallaşmaq. Çünki Vygotsky sosiallaşmağın tərəfdarındaydı. Xarakterinə diqqət çəkərək dilin, qarşılıqlı ünsiyyətin konstruktivizm inkişafda əsas vasitə olduğunu qəbul edir. Yəni Piaget ilə niyə razılaşdı? Piaget çünki müstəqillik konstruktivizmə şərait yaradır uşağın öyrənməsinə. Amma Vygotsky ilə niyə razılaşıb? Vygotsky ilə də sosial konstruktivizmə görə, sosiallaşmağa görə razılaşıb. Beləliklə, tədqiqat əsaslı öyrənmə yanaşması yalnız bilik əldə eləmək deyil də, yəni biz bunu bilirik. Həm də tənqidi düşünməyə, bax, problem həll etməyə, yaradıcılığa, bu testə düşə bilər. Müstəqil öyrənmə şəraiti yaradan kompleks, yəni birlikdə bir prosesdir. Bu yanaşma şagirdlərin öyrənməyə daxili motivasiyasını gücləndirir və onları öyrənmə prosesinin mərkəzində yerləşdirir. Yəni uşaqlara bilik hazır formada vermir. Uşaq özü bilik yaratmalıdır. Konkret belədir. Sən sadəcə sorğu araşdırma əsaslı təlimdə də bu var. Məlumatı olanlar bilir. Adı üstündə. Sən uşağı qarmağa keçirməlisən. Yadınıza gəlir, interaktiv təlimdə belə bir şey var. Deyir ki, uşağı qarmağa keçir. Hətta Albert Einstein belə bir söz deyir. Deyir, mənim güclü bir istedadım yoxdur, amma güclü bir maraq hissim var. Hər şeyə maraqlanıram. Bu özü böyük bir, inanın ki, insanın bu həyatda nəyəsə marağı olanda həmişə uğur qazanır. Amma maraqsız yanaşırsa can dərdidir. Bu elə bu yanaşmaya əsasdır. Başqa bir nümunə kimi ibtidai sinifdə, bax, tək və cüt ədədləri anlayışının öyrədilməsinə göstərmək olar. Ənənəvi tədris üsulunda müəllim bu anlayışı sadəcə izah edir. Bəli, əvvəlki təlimdə müəllim sadəcə izah edən rolunda çıxış edir. Lakin Brunerin kəşfi yolu ilə öyrənmə yanaşmasına görə uşaq anlayışı öz təcrübəsi vasitəsilə kəşf edir. Məsəl üçün, müəllim şagirdlərə müxtəlif sayda qələmləri, bax, bura diqqət yetirək, dostları ilə bərabər bölməyi tapşırır. Uşaqlar təcrübə zamanı müşahidə edirlər ki, bəzi hallarda qələmlər bərabər paylanır, cüt ədədlər, bəzən isə qələmlər tək-tək paylanır. Bu sadəcə oyun vasitəsilə şagird tək və cüt anlayışlarının mənasını öz müşahidələri və təcrübəsi əsasında kəşf edir.
Nəticədə öyrənmə yalnız biliyin ötürülməsi deyil, həm də aktiv iştirak eləmək, şəxsi anlamanın qurulması prosesdir. Bu nə deməkdir? Bax, uşaqlar özləri müşahidə eləyir ki, bəzi ədədlər cüt-cüt paylanılır, bəzi qələmlər daha doğrusu tək-tək paylanır. Bu sadə oyun vasitəsilə şagird tək və cüt anlayışlarının mənasını uşaq özü müşahidə eləyir və özü təcrübə qazanaraq öyrənir. Yəni görür ki, bəzi də qələmlər cüt-cüt, bəziləri tək-tək paylanır. Artıq uşaq neyinir? Şəxsi özü məna yaradır, özü öyrənir. Brunerin fikrincə, kəşf öyrənmənin həm vasitəsi, həm də məqsədidir. Yəni kəşf eləmək həm öyrənməyə bir vasitədir, həm də məqsəddir. Çünki insanın yalnız özü tapdığı və anladığı bilikləri həqiqətən mənimsəyir. Bəli. Bir o var, kimsə nəsə sənə izah eləyir. Bax, şəxsən kimsə mənə nəsə izah eləyəndə öyrənə bilmirəm. Mən bu kurikulumu özüm kəşf eləyib öyrənmişəm. Düzdür, mənə də istiqamət verən olub, amma inanın ki, insan özü kəşf eləyəndə, bax, yeni mövzuları özüm araşdırıb, özümü öyrənirəm, daha çox beynimdə qalır. Amma bir o var, mənim sizə öyrətməyim. Bir yerdə başa düşürsüz, amma bir yerdə başa düşmürsüz. Amma özünü araşdıranda daha yaxşı. Məsəl üçün, mən yeni mövzuları, kurikuluma əlavə edilmiş mövzuları özüm kəşf eləyib öyrənirəm. Onda daha yaxşı yadımda qalır. Öyrədəndə yaxşı yadımda qalır, özüm kəşf eləyəndə. Amma kimsə mənə öyrədəndə həmişə o nəsə məndə kəmkəsirlik yaranır, həqiqətən. Ona görə deyir ki, kəşf insanın öyrənməsidir. Yəni, öyrənmə sadəcə məlumatı qəbul eləmək deyil. Bu məlumatları arasında əlaqə qurmaq, həqiqətən insan əlaqə qurur. Məsəl üçün, mən Brunnerlə, Piaget ilə Vygotskini əlaqələndirib öyrəndim və izah eləyirəm. Əlaqə quranda öyrənir. Nəticə çıxarmaq prosesidir. Bu cür öyrənmə məlumatın həqiqətən insanın refleks eləyirsən də uzun müddətli yaddaşa keçməsini təmin edir. Çünki şagird bilikləri şəxsi təcrübə arasında əlaqə qurur. Eyni zamanda şagird düşünməyi öyrənir, yeni biliklər əldə eləyir, bax, məna yaradır, özü genişləndirib qabiliyyət qazanır. Bəli. Deməli, beləliklə kəşf yolu ilə öyrənmə yalnız konkret mövzunun mənimsənilməsini deyil, ümumi tədqiqat, araşdırma, müşahidə və məntiqi düşünmə bacarıqlarının inkişafında dəstəkləyir. Burada abstrakt anlayış var, ənənəvi yanaşma var, bir də Brunerin yanaşması var. Görək bu Brunerin yanaşması bizə nə deyir? Burada mən sizə bir kiçicik məlumatlar da verəcəyəm. Deməli, Brunerin yanaşmasına bax, abstrakt anlayış var, ənənəvi yanaşma var, bir də Brunerin yanaşması var. Abstrakt anlayış odur ki, sıxlıq fərqinə görə cismin batması və ya üzüb qalması. Bu nə deməkdir? Cismin batması və ya üzüb qalması. Bu abstrakt bir anlayışdır. Abstrakt bir anlayış nə deməkdir? Mən bunu demişdim də, gözlə görülməyən, toxunulmayan bir hadisəni, bir əşyanı yada salmaqdır, düzdürmü? Sıxlıq fərqi, bax, sıxlıq fərqi abstrakt bir anlayışdır, həqiqətən. Ənənəvi yanaşmada müəllim bunu necə izah edir? Sadəcə sıxlıq haqqında bir məlumat verir ki, sıxlıq böyük olan batır, kiçik olan da heç nə üzdə qalır. Bu sadəcə bir izahdır, düzdürmü? Bu uşağın beynində elə-belə ötəri qalacaq. Uşaq sadəcə bunu dəftərə yazır, heç nə, hazır məlumatdır. Amma Brunerin yanaşmasına görə şagird sıxlıq anlayışının məntiqini öz təcrübəsi və sualları ilə kəşf edir. Məsəl üçün, necə? Məsəl üçün, müəllim müxtəlif əşyalar gətirir. Taxta parçası, dəmir, plastik top, daş, nə bilim, bir süngər, balonlu oyuncaq və su ilə doldurulmuş bir şəffaf qab var. Sinif qarşısına bu qabı qoyur, tutaq ki, bir akvarium var və həmin əşyaları atır onun içinə. Müəllim uşaqlara tapşırıq verir. Bu əşyalardan hansılar batar və hansıları üzdə qalar. Müəllim birinci proqnoz verir və sonra uşaqlar onu sınaqdan keçirir. Gələ, belə bir cədvəl veriblər. Əşya, proqnoz, nəticə. Taxta parçasını atır suyun içinə. Proqnoz verilir ki, üzə bilər, üzür. Çünki yüngüldür. Dəmir parçası, dəmir mismar, üzə bilər. Proqnozdur, sadəcə bu bir proqnozdur. Amma əslində batır, çünki yüngüldür, ağırdır. Süngər, yüngül bir qab yumaq üçün süngər. Bata bilər. Düzdürmü? Amma nəticədə üzür, batmır. Bu sadəcə proqnozdur. Bizim ideyalarımızdır, amma nəticəyə bax. Yəni, buradan yola çıxırıq ki, Brunner deyir ki, sən sadəcə abstrakt, ənənəvi yanaşmada köhnə bu abstrakt bir fikirdir. Sıxlıq anlayışı həqiqətən də abstraktdır. Yəni, bunu beyində mən təsəvvür eləyə biləm, amma bunu uşaq təsəvvür eləyə bilmir də. Gözlə görülməyən bir şeydir də, düzdürmü? Brunner deyir ki, sən bunu gözlə görülən bir şeyə çevir. Bəli,
Sən sadəcə ənənəvi təlimdə məna verdin. Uşaq onu dəftərə yazdı. Sıxlıq anlayışının tərifini yazdı dəftərə. Amma Bruner deyir ki, yox. Yox. Göstər. Bruner deyir ki, bunu göstər. Onda gör uşağın beynində nətər yaxşı qalır. Həqiqətən də belədir. Daha sonra müəllim sual verir, amma izah özü demir. Sual verir, izahını demir. Bax. Maraq oyadır, amma izahı demir. Eyni ölçüdə olan, amma fərqli. Bax, çünki taxta parçası da dəmir mismarda süngərdə. Eyni ölçüdədir, amma fərqli materiallardan. Biri dəmir poladdan hazırlanıb, biri adi taxtadandır, biri də ki süngərdən. Məsəl üçün, nə bilim, bir plastik şeydən hazırlanır, düzdürmü? Əşyaların nəticələri niyə dəyişdi? Müəllim sual verir. Bax, bu sual nəyə xidmət eləyir? Uşağın beynini işə salmağa, maraq oyatmağa. Müəllim sual verir. Sizcə sadəcə çəkisi ağır olan həmişə batırmı? Uşaqlara sual verir. Nümunələrinizi göstərir. Nümunələr göstərir ki, necə olur? Qısa yönləndirici müzakirə ilə uşaq öyrənir. Bəzən ağır olan batmır. Çünki materialın sıxlığı fərqlidir. Yəni içindəki yığcamlıq bir fərq yaradır. Ağır olan batmır. Amma məsəl üçün taxta parçası ağırdı, amma batmadı. Çünki onun içindəki o materialın sıxlığından asılıdır hər şey. Və uşaq belə cavab verir. Gördünüz, müşahidə əsaslı öyrənmə. Gələ, bu da sənə oldu. Araşdırma əsaslı öyrənmə. Brunerin kognitiv öyrənmə nəzəriyyəsində idraki, yəni müəllim sadəcə bili ötürən deyil. Bax, görürsünüz, hər sözündən deyir bunu. Bruner də hər cümləsində deyir ki, sadəcə bili ötürmür. Öyrənmə prosesini istiqamətləndirir, bələdçi rolunda çıxış eləyir, tapşırıqları təqdim etməklə kifayətlənmir, öyrənməni aktivləşdirir, göstərir, dəstək verir, düşünməyə şərait yaradır. Bunların fikrincə müəllim bələdçi, fasilitator kimi öyrənənlərin müstəqil şəkildə bilik kəşf etməsini asanlaşdıran, onları məqsədə yönəldən, ehtiyac duyulan anda dəstək göstərən şəxsdir. Bax, ehtiyac duyulan anda dəstək göstərən şəxsdir. Hər zaman yox. Daha sonra deməli bir dəqiqə baxaq. Bruner 1976-cı müəllimin bu istiqamətləndirici və dəstəkləyici rolunu daha konkret şəkildə izah edərək onun funksiyalarını 6 əsas kateqoriyaya təsnifləşdirir. Bax, Brunerin hansı Brunerin hansı kateqoriyaları oldu? 6 əsas kateqoriyalar var. Birinci kateqoriyamız səfərbərlikdir. Bu nə deməkdir? Çox gözəl. Maraqlıdır bu hissələri. Tapşırığı cəlb etmək. Gələ, sənin bildiyin şeylər. Motivasiya oyatmaq. Nə deməkdir? Səfərbərlik nə deməkdir? Bax, təkrarlayıram. Səfərbərlik nə oldu? Şagirdi tapşırığa cəlb eləmək. Bəli, tapşırığa cəlb etmək. Deyir ki, şagirdin diqqətini və marağını tapşırığa yönəltmək. Məqsədi aydınlaşdırmaq. Bəli. Bu mərhələdə şagirdin diqqət və marağını öyrənmə tapşırığına yönəltmək prosesidir. Bruner və həmkarlarına görə öyrənmə yalnız o zaman baş verir ki, şagird könüllü şəkildə iştirak etməyə hazır olsun. Yəni, şagirdi qarmağa keçirmək, diqqəti cəlb eləmək. Müəllim burada tapşırığı elə şəkildə təqdim eləməlidir ki, şagird onun məqsədini anlasın. Yəni, bir sözdə burada deyə bilərik ki, dərsin məqsədinin, indi yazmıram, məqsədinin öncədən elan edilməsi, aydın şəkildə bilməsi. Çünki biz bilirik ki, yadınıza gəlir müəllimlər, bilərsiniz də, dərsə cəlb etmənin yollarından, motivasiyanın yollarından da biri ilə məhz ilk olaraq dərsin məqsədini şagirdlərə elan eləməkdir, düzdürmü? Həmin o deyir ki, uşaq məqsədi biləndə həqiqətən daxilən motivasiyalı olur da, sonda nə qazanacağını öncədən bilir. Həm dərsin məqsədini öncədən elan eləməkdir bu səfərbərliyi, həm də tapşırığa cəlb eləməkdir. Brunerin fikrincə öyrənmə prosesi şagirdin diqqət və marağının fəallaşması ilə başlayır. Birinci uşaqda sorğu araşdırmada da keçmişdik biz bunu. Uşaqda araşdırmaq üçün nə yaratmalısan? Sən mövzunu dərhal izah eləyib uşağı araşdırmaya yönəldə bilərsən? Yox. Birinci nə yaratmalısan? Motivasiya yaratmalısan ki, uşaq öyrənə bilsin. Həvəsli olsun ki, getib tapşırığı da yerinə yetirsin. Əgər şagird tapşırığın məqsədini anlamırsa və ya maraq duymursa, onun kognitiv səviyyələrdə zəifləyir. Yəni, cəhdi olmayacaq səyləri. Buna görə də müəllimin ilk və ən mühüm, təsəvvür düşə bilər, ən mühüm funksiya nədir? Ən mühüm kateqoriya nədir? Səfərbərlik. Öyrənməyə cəlb eləmək. Öyrənmə prosesinin giriş, giriş. Çünki motivasiya giriş hissədə qoyulmalıdır. Mərhələsində şagirdin marağını səfərbərlik etmək. Nə deməkdir bu səfərbərlik? Qoy bunun mənasını deyim. Məsəl üçün,
Bu günlərim dərsimiz uşaqlar, məsəl üçün, təbii fəlakətlərin yaratdığı, məsəl üçün, hadisələr. Uşaqlar, niyə görə problemi sual qoyuram ha, bax, mövzunu izah elədim, mövzudan danışdım və mövzuda deyirəm. Giriş hissəsində yaradıram daha doğrusu. Uşaqlar, bax biz buna tədqiqat sualın qoyuluşu, yönləndirici sual deyirik. Niyə görə məsəl üçün dünyada sel suları daşqın son zamanlarda niyə məsəl üçün insanlar evlərindən səfərbər oldular? Niyə görə məsəl üçün yağıntıların miqdarı artır? Nəyə görə çaylarda suların səviyyəsi qalxır? Nəyə görə zəlzələlər daha çox baş verir? Gələ, oldu sənə səfərbər. Uşağın fikri nə olacaq? Səfərbər olacaq, dağılacaq fikri. Nə olacaq? Yəni necə deyim? Uşaq artıq səfərbər olur uşaq. Niyə bu müəllim niyə bizə bu sual verdi? Bunun arxasında duran səbəb nədir? Bunu axtarmağa başlayacaq. Aydındır? Sərbəstlik dərəcəsinin üzr istəyirəm. Sərbəstlik dərəcəsinin azaldılması. Bu nə deməkdir? Tapşırığın sadələşdirilməsi. Tapşırığı sadələşdirərək artıq istiqamətləri aradan qaldırmaq və beləliklə sınaq və səhv mərhələsini qısaltmaq nəzərdə tutulur. Artıq istiqamətləri bax aradan qaldırmaq. Sərbəstlik dərəcəsinin azaldılması müəllimin öyrənməni idarə olunan hala gətirməsi deməkdir. Bu nə deməkdir? Bu mərhələdə müəllim tapşırığın çətinliyini tənzimləyir. Yönləndirici dəstək verir və tədricən dəstəyi geri çəkərək şagirdin müstəqilliyə doğru. Bax, biz bunu Vygotsky'də də keçmişik. Sosial inkişaf nəzəriyyəsi, scaffolding, xatırlayın. Müəllim hər zaman uşağa dəstək olmalı deyil ki, yox. Həmişə elə mən hazır şey uşağa gətirib qoyas deyiləm axı, yox. Bax, sərbəstlik dərəcəsini azalt. Göstər dəstəyi, göstər, scaffolding ver, amma tədricən azalt. Tənzimləməyi azalt. Ki biz bunu yadınıza gəlir, kognitiv öyrənmədə də keçmişdik. Adaptiv yanaşma var. Tapşırığın çətinlik dərəcəsini get-gedə azaltmaq. Üzr istəyirəm, çətinlik yox. Tapşırıq dəstəyi azaltmaq da belə deyək. Yavaş-yavaş azaldıb sən azaltmalısan da uşaq özü müstəqil o işi görməlidir. Nə birdən-birə uşağı yönətmə də, birdən-birə ona çətin tapşırıq vermə. Ver, amma maraq oyat, yavaş-yavaş dəstəyi də azalt, qoy özü müstəqil hala gəlsin. Bu funksiya şagirdin öyrənmə zamanı qarşılaşdığı seçim və qərar imkanlarını sadələşdirmək deməkdir. Başqa sözlə bax, nümunə çəkiblər. Müəllim tapşırığın çox mürəkkəb və qeyri-müəyyən hissələrini aradan qaldırır. Bu nə deməkdir? Qoy bunu da deyim. Burada müəllim çox çətin olan tapşırıqları, çünki Bruner deyir axı birdən-birə çətin tapşırıqların verməyin tərəfdarında deyil axı Bruner. O çətin tapşırıqları aradan qaldır. Yəni necə? Sadə dillə birinci öyrət. Axı Bruner deyir axı uşaq yaşlarında sən çətin şey verə bilmərsən də öyrədə bilərsən çətini. Amma birinci sadə yollarla elə get-gedə dəstəyi azalt, çətindən sadədən çətinə doğru istiqaməti artır. Məqsəd şagirdin eyni anda çox qərar verməkdən və ya çaşqınlıqdan yorulmamasıdır. Bu mərhələdə həmçinin Vygotsky'nin yaxın inkişaf zonasına uyğun gəlir. Müəllim şagirdin bacarmadığı sahələri strukturlaşdırır və tədricən bunu müstəqil edə bilir. Bu nə deməkdir? Yəni ki, bir də qoy bu sözü sizə başa salım. Ola bilər anlamadınız. Məqsəd şagirdin eyni anda çox qərar verməkdən və ya çaşqınlıqdan yorulmamasıdır. Yəni bu nə deməkdir? Bu mərhələdə də onu deyir ki bizə anlaşılmayan, çətin, mürəkkəb şeylərin qarşısını al. Bax, bu nə deməkdir? İndi deyəsiniz ki, müəllim, mənim müdavimlərim deyəcək ki, müəllim, orada belə bir cümlə işlətmisiniz ki, çətin tapşırıqların səviyyəsini aradan qaldır. Onu demirəm, onu deyirəm ki, anlaşılmayan, o lazımsız hissələri, məsəl üçün, bax, mən sizə PDF yazıram müəllimlər üçün. PDF yazanda nə edirəm? Müdavim soruşur ki, ay müəllim, burası vacibdir. Deyirəm, yox, vacib deyil. Burasına baxma. Əsas hissələrinə diqqətini yönəlt. Çünki lazımsız şeylərlə beynini yorma. Lazımsız şeyləri aradan qaldırıb və uşağı istiqamətləndirirsən və tədricən get-gedə də dəstəyi azaldırsan ki, özü, yəni lazımsız materialları yox da, lazımlı olan hissələri öyrənsin və tədricən sən ona istiqaməti, belə deyək də,
dəstəyini də azaltmalısan. O da deyir ki, artıq özü müstəqil şəkildə öyrənə bilsin. Yəni bu mərhələdə həm tapşırığın çətinlik dərəcəsini artırmaqdır, yəni sərbəstlik dərəcəsini azaltmaqdır. Yəni artıq yavaş-yavaş sən ona neynirsən? Sərbəstlik dərəcəsini azaltmaq nədir? Yəni artıq dəstəyini çəkirsən, öz-özünə sərbəst işi görməyə lazımdır və burada da ən əsası məsələ odur ki, lazımsız hissələri materiallardan çıxardıb uşaq çaşqınlıq yaşamasın deyə, özü öyrənsin deyə. Həmçində yiz nədir? Yiz nə deməkdir? Xatırlayın, nə deməkdir yiz? Yaxın inkişaf zonası. Məsəl üçün, bacara bildiyimlə bacara bilmədiyim arasındakı dövrdür. Məsəl üçün, indi hal-hazırda biz indi bu mərhələdə dayanmışıq. Hələ imtahana heç eləməmişik, axı bacarmamışıq da, uğurumuz yoxdur əlimizdə. O dövrlə bu dövr arasındakı zona yaxın inkişaf zonasıdır, vaxtdır. Üçüncüdə də istiqamətin qorunmasıdır. Aha. Deməli, İstiqamətin qorunması, davamlı öyrənməni təmin etmək. Deməli, bu nə deməkdir? Şagirdin motivasiyasını qoruyub saxlamaq. Davamlı öyrənməni təmin eləmək üçün sən deyir ki, davamlı istiqaməti qorumalısan. Yəni, şagirdin öyrənməsinə hər zaman fokuslanmalısan. Brunnerə görə öyrənmə məqsədyönlü fəaliyyət olduğuna görə şagirdin diqqət və marağını davamlı dəstəkləməlisən. Bu nə deməkdir? Bax, deyir ki, Brunner, sən təkcə elə birinci maraq oyatdın, uşağı yönəltdin, yallah get özün neynirsən elə, yox. Düz deyə uşaq sərbəst olmalıdır, amma maraq baxımından yox. Deyir ki, sən elə bir dəfə maraq oyatdın, yox. Hər zaman uşağın marağını idarə eləməlisən, onu maraq oyatmalısan. Tapşırığın istənilən bir fəaliyyətində uşağın maraqlandırmalısan. Ola bilər, müəyyən tapşırığın mərhələsində şagird pes eləyə bilər, yarımçıq qoya bilər o işi. Deyir, onu idarə olunan hala gətir. Hər zaman maraq ver uşağa. Hər zaman dəstək olmaq yox ha, maraq ver uşağa. Yəni onun marağını artır, oyat. Yəni istiqamətin qorunması, davamlı öyrənməni təmin eləmək üçün deyir maraq olmalıdır və davamlı maraq verməlisən sən uşağa, marağını oyatmalısan, belə deyək. Uşağı həm emosional cəhətdən, həm də idrak səviyyəsində müəllimin nəzarətini tələb eləyir. Müəllim yalnız nəyə öyrətməli olduğunu deyil, həm də şagirdin necə öyrəndiyini və nə zaman motivasiyasını, bura bax, nə zaman motivasiyasını itirdiyini müşahidə etməlisən. İş görən zaman baxırsan ki, uşaq motivasiyasını itirib, həvəs yoxdur bu uşaqda. Həmin an onun həvəsini oyatmalısan. Bax, Brunnerin istiqamətin qorunması nə deməkdir? Davamlı öyrənməni təmin etmək. Davamlı öyrənməni təmin etmək nə deməkdir? Ona davamlı istiqamət vermək. Bu nə deməkdir? Davamlı marağını artırmaq deməkdir. Əsasən xüsusiyyətlərin vurğulanması. Əsas xüsusiyyətlərin vurğulanması. Bu nə deməkdir? Əsas məqamların vurğulanması. Vacib anlayışları, mühüm fərqləri və səhvləri vurğulamaqla şagirdin diqqətini əsas cəhətlərə yönəltmək. Deyəcəm indi bunu da. Bu mərhələdə müəllimin məqsədi şagirdin diqqətini öyrənilən mövzunun əsas anlayışlarına və mühüm xüsusiyyətlərinə yönəltməkdir. Bu yolla müəllim öyrənməni strukturlaşdırır, dərin anlamanı təşviq edir və şagirdin öz düşünmə prosesini nəzarət etməsinə şərait yaradır. İzah edəcəm, narahat olmayın, gəlin bir dənə oxuyaq. Brunnerə görə şagirdlər çox vaxt informasiyanın hər bir detalını eyni səviyyədə diqqət ayırmağa çalışırlar. Bax, bu isə əsas ideyanı anlamağa çətinləşdirir. Müəllim bu anda şagirdləri ən vacib cəhətləri seçməyə, nəyə baxmaq lazım olduğunu müəyyənləşdirməyə yönəldir. Bu nə deməkdir? Yəni deyir ki, uşağı vacib hissələrə yönəltməlisən. Əsas xüsusiyyətlərin vurğulanması. Bax, bura bax, deyir Brunnerə görə şagirdlər çox vaxt informasiyanın hər bir detalını eyni səviyyədə diqqət ayırmağa çalışırlar. Yəni, tapşırığın hər bir hissəsinə, hər bir detalına diqqət ayırırlar. Uzun sözün qısası, müəllim burada əsas ideyaları vurğulamalıdır ki, uşaqlar, məsəl üçün, mətnin əsas ideyası buradan başlayır. Bura diqqət yetir. Yəni, Brunner deyir ki, belə eləyərək çətin şeyləri də öyrədə bilərsən uşağa. Məsəl üçün, uşaqlar, mətndə əsas məqamlar bu hissədən başlayır. Əsas hissələr buradandır. Bura yönəldin. Əsas fikrinizi bura cəmləyin ki, mən də eləyirəm. Müdavimlərə deyirəm ki, boş ver, o hissəyə diqqət yetirmə. Əsas situasiyanın filan hissəsinə bax. O lazım deyil başqa artıq şeylər oxumaq. Filan şeylərə diqqət yetir. Filan şeyə fokuslan.
Əsas hissələri vurğulamaqdır. Əsas xüsusiyyətləri şagirdlərə deməkdir ki, uşaq diqqəti yayınmasın. Diqqətinin başqa şeyə yayındırmamaqdır bax bu səviyyə. Əsas hissələrə uşağı diqqəti yönəltməkdir. Bax bu deməkdir. Bir də təkrarlayırıq. Birincidə səfərbərlik eləmək, uşağı yönəltməkdir ki, motivasiyasını artırmaq. İkincidə tapşırıq dərəcəsini azaltmaq və dedik ki, burada belə deyək də, müəllim tapşırığın çox mürəkkəb və qeyri-müəyyən hissələrini aradan qaldırır, yəni lazımsız şeyləri kənarlaşdırır. 3-də dedik ki, davamlı uşağın motivasiyasını qorumalısan, pes eləyəndə onun izləməlisən ki, müşahidə eləməlisən ki, maraq oyada biləsən. 4-cüdə dedik ki, əsas hissələrə uşağın diqqətini yönəltmək, yəni məsəl üçün mətndə əsas hissə hansıdır, filan yerdə əsas məqamlar hansıdır, oralara bax, oraları oxu, oralara diqqətini yönəlt, tapşırığı məsəl üçün filan hissəsinə diqqətini yönəlt, bir istiqamətə yönəltməkdir uşağı. 5-cidə də məyusluq hissinin idarə olunmasıdır. Səhvlərin qarşısını alınmaq. Yəni emosional cəhətdən bunu da izah eləyəcəm. Müəllim bu hallarda deyir ki, bir dəqiqə. Məyusluğun idarə olunması, səhvlərin qarşısının alınması, müəllimin bu hallarda şagirdin emosional vəziyyətinə nəzarət etməsidir. Bax, nədir? Ruhdan düşməsinə, düşməməsinə, davam etməsinə kömək etməsi nəzərdə tutulur. Brunerin fikrincə öyrənmə yalnız intellektual fəaliyyət deyil, həm də emosional dözümlülükdür. Nə deməkdir? Məsəl üçün, uşağın, deyir ki, o qeyd edir ki, şagirdin motivasiyası yalnız maraqla deyil, həm də müəllimlə qarşılıqlı münasibətlə formalaşır. Müəllim şagirdin mən bacarmıram düşüncəsini, bax bu hissəyə diqqət yetirin. Mən öyrənirəm formasına çevirməlidir. Yəni ki, uşağın məsəl üçün məyus olubsa, sən bacararsan, dəstək verməlidir. Bax deyir ki, qarşılıqlı, müəllimlə qarşılıqlı münasibətdə dəstək verməlisən, necə deyim, sən bacararsan, sənə inanıram. Karl Dweck nəzəriyyəsini də biz buradan xatırlayırıq ki, uşağa nə verirsən? Qapalı düşüncədən nəyə keçirirsən? Açıq düşüncəyə, məyusluğun idarə olunması. Həmçində Vygotskyinin sosial inkişaf nəzəriyyəsi ilə üst-üstə düşür. Emosional dəstəkdir burada. Şagirdi emosional olaraq dəstəkləmək. Sən bacararsan, mən sənə inanıram. Sonuncuda nümayişdir. Bu nə deməkdir? Öyrənməyə dəstək verəcək nümunələr, modellər və qismən həll yolları təqdim etmək. Brunerin fikrincə, öyrənmə boş yerdən kəşf etmə deyil. Şagird yeni anlayışları və bacarıqları, başqalarının model davranışlarını izləməklə, bax, bu nəzəriyyəni də xatırlayacağım. Bir nəzəriyyəmiz də burada bizə inteqrasiya edəcəyik. İzləməklə və təcrübədən öyrənməklə qürur. Nümayiş o deməkdir ki, müəllim şagirdə öyrəniləcək bacarığın məsələyə necə tətbiq edildiyini göstərir. Biz burada nəyi görürük? Banduranı kim xatırlayır? Bandura nəzəriyyəsi. Bandura nədir? Müşahidə əsaslı öyrənmədir. Nümayiş nə deməkdir? Bandura deyirdi ki, xatırlayın. Onu da qataq bura. Görürsünüz, bir neçə nəzəriyyələrin kompleks formasındadır. Bandura deyir ki, məsəl üçün, uşaq görür ki, evdə ata qışqırır, uşaq qışqırır. Uşaq görür ki, müəllim sinifdə dərs telefonla oynayır, uşaq da eləyir. Müşahidə əsaslı öyrənmədir də, ətrafa baxıb eyni hərəkətləri təqlid eləmək deməkdir. Bax, nümayişdə odur. Deyir ki, boş yerdən kəşf eləmək yox, uşaq yeni anlayışları, bacarıqları başqalarından izləyə-izləyə, məsəl üçün, uşaq görür ki, sinif yoldaşı özü kəşf eləyəndə uğur əldə eləyirsə, bu uşaq deyir ki, mən də belə eləyim. Müşahidə əsaslı öyrənmə də deyirik buna. Deyir ki, nümayiş o deməkdir ki, müəllim şagirdə öyrəniləcək bacarığın məsələyə necə tətbiq edildiyini göstərir. Amma cavabı tam demir. Sadəcə kəşf aparanın istiqaməti göstərir ki, yəni tam cavab demir, istiqamət verir. Nümayiş həm vizual, həm də verbal, həm də konseptual ola bilər. Yəni həm göstərərək, həm də izah eləyərək ola bilər. Yəni həm göstərərək uşağa nümayiş elətdirə bilərsən, həm də dil vasitəsilə. Əsas məqsəd şagirdə necə öyrənmək bacarığını göstərməkdir. Bu eyni zamanda sosial öyrənmə nəzəriyyəsi, Bandura və metakognitiv yanaşmalarla da uzlaşır. Metakognitiv bu nə deməkdir? Şagird yalnız nəticəni deyil, yəni yalnız nəticəyə fokuslanmır, öyrənmə prosesini özü də birbaşa müşahidə eləyir. Bax, nümayiş budur. Müəllim göstərməlidir vizual formada. Həm uşaq
özü kəşf eləyəndə müşahidə eləyə, həm öz fəaliyyətini müşahidə eləyir, həm də ətrafdan baxır, müşahidə eləyir, həm də uşaq öz fəaliyyətini müşahidə eləyəndə, özü kəşf eləyəndə onda nə formalaşdı? Metakognitiv bacarıqlar. Deyir ki, nəticə etibarilə Brunerin koqnitiv öyrənmə nəzəriyyəsi öyrənməni aktiv, strukturlaşdırılmış və çoxsəviyyəli bir proses kimi təqdim edir. Onun ideyaları şagirdin təfəkkürünü, müəllimin bələdçi rolunu və biliklərin müxtəlif formada ifadəsini ön plana çıxararaq müasir təhsil nəzəriyyələrinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bir də təkrarlayırıq. Brunerə görə. Nə oldu Bruner? Bruner deyir ki, tədqiqat əsaslı, koqnitiv əsaslı öyrənmə. Bu dedik ki, koqnitiv əsaslı öyrənmə nə dedi bizə? Bax, qarışdırmayaq ha. Koqnitiv əsaslı öyrənmədə dedik ki, Bruner deyir ki, sən uşağa aşağı yaşlardan hər şeyi öyrədə bilərsən. Aşağı yaşlardan öyrət ki, yuxarı yaşlara gələndə uşaq mürəkkəb anlayışları artıq əlaqələndirib əvvəl öyrəndikləri ilə öyrənib tətbiq eləyə bilsin. Deyir, gözləmə uşağın müəyyən yaşa çatmasını. Sadəcə əsas odur ki, sən onu istənilən formada metodlarla öyrət. Bunun da üsulları var idi ki, vizual formada, hərəkətlərlə, ikonik şəkildə, vizual simvollarla, dil vasitəsilə. Yəni deyir ki, öyrədə bilərsən də hər yaşda uşağa hər şeyi. Amma əsas odur ki, verdiyin tapşırıqdan çox şey asılıdır. Göstərdiyin metodlardan çox şey asılıdır. Baxır sən onu nətər öyrətməyindən. Koqnitiv öyrənmədə də dedik ki, o spiralvari burada baxmışdıq ki, koqnitiv tədqiqat əsaslı öyrənmə, spiralvari kurikulum haqqında danışdıq. Spiralvari kurikulum o idi ki, uşağa çətin tapşırıqları aşağı siniflərdən öyrət ki, spiral şəklində axıd edir, genişlənir hər şey, biliklər. Belə deyək də, yəni spiralvari kurikulumda oldu ki, şagirdlərə bilikləri aşağı siniflərdən mənimsətdirə bilərsən. Çünki deyir ki, burada vurğulamışdıq ki, biliklər get-gedə mürəkkəb səviyyəyə çatır. İstənilən fəlli, istənilən biliyi ötürə bilərsən uşağa. Əsas odur ki, sənin metodların fərqli olsun. Tədqiqat əsaslı öyrənmədə də dedik ki, uşaq hər bir məlumatı əzbərləmir. Ona canlı-canlı göstərməlisən ki, burada buna nümunə də çəkdik. Deməli, və 6 kateqoriyalarından da danışdıq. Belə, oldu müəllimlər, sağ olun. Əgər videom yararlı oldusa, izahım faydalı oldusa, zəhmət olmasa kanala abunə olaq, bəyənək, rəy yazaq, fikirləriniz önəmlidir və ən əsası bundan sonra imtahana yaxın bir ərəfədir və yeni nəzəriyyələr, həqiqətən də yeni mövzular kurikulumda çox önəmlidir və imtahana da MİQ müəllimlər üçün çox təhlükədə düşə bilər. Bu demək deyil ki, sertifikasiyada düşməyəcək. Nə olsun ki, çərçivə sənədində yoxdur yeni mövzular. Amma yəni sertifikasiya müəllimləri də, sizə də yəni heç kimi onlara etibar yoxdur, sala bilərlər. Ona görə də yeni nəzəriyyələri mütləq yeni dərsləri əvvəl yəni sizinlə dərin bilikləri paylaşmışdım və bir çox mövzuları sizinlə bölüşmüşdüm. Çalışacağım ki, bundan sonra da olan mövzuları sizin diqqətinizə çatdırım. Sağ olun müəllimlər.